Birinci söz, bir inci söz. Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Allahın salamı dünya müsəlmanlarının üzərinə olsun. Mən dünyanı belə gördüm. 1-dən 200-ə qədər səsli kitablar. 26-cı kitab. Bir söhbət, bir xatirə, bir hekayə. Bir söhbət. Qloballaşan dünya və Azərbaycanlılar. Günümüzdə dünyada irili-xırdalı nə yaşanırsa, hamısı qloballaşır. Belə demək mümkünsə, içində bizim də olduğumuz dünya özü hər şey ilə birlikdə qloballaşır. Bu da o deməkdir ki, dünyanın bir-birindən 1000 kilometrlərlə uzaqlıqda yerləşən, bir-birindən hər barədə fərqlənən, uzaqdan yaxından əlaqəsi olmayan ölkələrin birində nə baş verirsə, ondan 1000 kilometrlərlə uzaqda yerləşən başqa ölkədə də eyni şeylər baş verir. Buna misal, əgər dünyanın dörd bir yanından müxtəlif millətlərin nümayəndələrini bir araya gətirib üz-üzə oturtsaq, onlar da bir-biri ilə dərdləşməyə başlasalar, görəcəyik ki, onların hamısı eyni məsələlərdən, eyni zərərli dəbdən, eyni keyfiyyətsiz ərzaqdan, eyni bahaçılıqdan şikayətçidirlər. Bizə elə gələ bilər ki, bu insanlar eyni şəhərin eyni məhəlləsində, hətta eyni binada yaşayırlar, qonşudurlar. Halbuki onların biri Yaponiyadan, biri Afrikadan, biri Türkiyədən, biri də Rusiyadan ola bilər. Elə isə bu nə demək olur? Dünyada nə baş verir? Sanki dünyanın hava atmosferinə çox sayda müxtəlif viruslar buraxılıb, o viruslar da yayla-yayla bütün dünyanı bürüyür, dünyaya da, bütün insanlığa da bulaşır, öz zərərini yaya-yaya gedir. O virusun adı insanlığa böyük zərər verən yanlış təbliğat və insanların ağlını qarışdıran, şuurunu pozan, onları daim stres altında tutan gərəkli, gərəksiz informasiyadırsa, məqsədi də bu yolla dünyanı dəyişmək, insanları məqsədyönlü bir plan üzrə öz köklərindən, ailə bağlarından, adət və ənənələrindən, bir sözlə sağlam yaşam tərzlərindən qoparıb şeytani əməllərə sürükləməkdir. Bu bir çirkin plan olmaqla bərabər, onun dünyaya yayılması və dünyanı başına götürməsi üçün istifadə olan vasitələr insanların özlərinin icad elədikləri, fəxrlə dünyaya yaydıqları, hər evdə, hər iş yerində var olmasına çalışdıqları müasir texnologiya, yəni internetdir, mobil telefonlardır. Bir də bu məkirli insanların xain planlarını yaymaqda xüsusi xidməti olan televiziya kanallarıdır. Digital ortam dediyimiz bu elmi texnoloji nailiyyət evlərimizi zəbt elədikdən, ailəmizin, həyatımızın bir parçası olduqdan, bununla da özümüzü də əsir götürdükdən sonra bir də ayıldıq ki, artıq bizim necə yaşayacağımıza da, nə yeyib nə içəcəyimizə də, nəyə baxıb nəyi oxuyacağımıza da, bir sözlə hansı proqram üzrə yaşayacağımıza da özümüz qərar vermirik. Çünki verə bilmirik. Artıq bütün qərarları bizim yerimizə internet verir. O qərarları da özləri seçdikləri, özləri verdikləri üçün insanları hər gün biraz da Allahdan uzaqlaşdıracaq, alkoqol, siqaret, uyuşturucu kimi nə qədər ziyanlı əməllər, nə qədər gərəksiz əşyalar varsa, hamısını qiymətə mindirir, onların geniş yayılmasını köklü bir missiyanın tərkib hissəsi kimi durmadan yerinə yetirir, insanların hər ehtiyacını ödəməli olan müxtəlif ərzaq və məişət əşyalarını güclü bir reklam dalğaları sayəsində dəbə salaraq hər ölkəyə, hər evə yaya bilirlər. Bütün dünyanı başına götürmüş qanlı savaşlar, oğurluq, qurduluq, əxlaqsızlıq, narkomaniya, yalan danışmaq, bir-birini aldatmaq, rüşvətxorluq və digər negativ hallar, bütün bunlar bu fəaliyyətlərin nəticəsidir. İnsanlar təbliğatı evlərinin içində aparılan, gündə 100 dəfə təkrarlanan, rəngləri ilə göz qamaşdıran reklamların təsirinə çox tez düşürlər. Bu saldırıya dirəniş göstərməyə çalışırlarsa da, bu yalnız 1-2 gün çəkir. Sonradan bu hörümçək toruna bənzər tuzaqlardan qurtulmaq çox çətin olur. Dünyanın hər yerində insanlar məruz qaldıqları bu güclü təzyiqə qarşı ancaq gücləri yetdiyi qədər dayana bilirlər. Çünki işləmlər öncədən yapılmış, insanların iradələri zəiflədilmiş, dünyaya baxışları dəyişdirilmiş, müqəddəs hesab olunan hər şeyin dəyəri, qiyməti silinmişdir.
Gün-gündən imansızlaşan toplumlar da son gücləri bitdikdən sonra əllərini qaldıraraq tam bir rəzalət içində qarşılarına qoyulmuş, onların adət və ənənələrinə qətiyyən uymayan, abır-həya və əxlaq kimi, tərbiyə və mədəniyyət kimi anlayışları gündəmdən çıxardan bir yaşam proqramına təslim olurlar. Eyni anda dünyanın hər yerində baş verən bu əcaib dəyişikliklər elə sürətlə baş verir ki, onun şərtlərini götür-qoy eləməyə, düşünülmüş bir qərar verməyə də macal olmur. Hadisələrin belə sürətlə daban-dabana baş verməsi də qəsdən şərt qoşulmuşdur. Bu naqis planın düşünülmüş bir özəlliyidir. İnsanlar tələsik qəbul elədikləri seçimlərinə sonradan nəzər yetirəndə bir yanlışın içində olduqlarını, ən yanlış yolu seçdiklərini anlayırlar. Lakin bu dəfə də onların qarşısını öz ailə fərdləri, həyat yoldaşları, övladları kəsir. Bu yoldan qətiyyən dönmək istəmədiklərini bəyan edirlər. Çarəsiz qalmış yolunu azanlar özlərinin yanlış seçimlərinə haqq vermək üçün onların özlərinə əzbərlədilmiş ən saçma fikirləri bəhanə gətirərək o yalanların arxasında gizlənirlər. Həm də onlar belə düşünürlər ki, əgər bir şey nəinki onların yaşadığı ölkədə, eyni anda bütün dünyada dəbdədirsə, bu artıq onlara hansısa bir haqqı qazandırır, onların üzünü yuyur, günahlarını azaldır və yəqin ki, zamanı gələndə onları Allahın qəzəbindən də qurtaracaqdır. Halbuki məsələnin ən vacib nöqtəsi də elə burada gizlidir. Bu baş verən insanlığın göz önündə eyni anda bütün dünyanın süni şəkildə dəyişdirilməsidir. Həm də negativ bir sonuca doğru dəyişdirilməsi. Kəşfinə hamılıqla elmi-texniki tərəqqi adı verdiyimiz, insanlığın qələbəsi hesab elədiyimiz, qucaq açıb evimizə, daha dəhşətlisi həyatımızın hər yerinə buraxdığımız şeytani alətlər xəbərimiz olmadan çoxdan məişət aləti olmaqdan çıxmış, məhz elə bizim özümüzün əleyhimizə işlədilən güclü bir silaha çevrilmişdir. Bu silah da elə şeytan ordusunun döyüşçüləri tərəfindən əleyhimizə hazırlanmış qorxunc bir planın insanların taleyində dönüş nöqtəsi əmələ gətirəcək qədər əhəmiyyətli, iri çaplı bir planın bir parçası idi ki, biz bunun məhz belə olduğunu anladığımızda artıq çox gec idi. Dönüş nöqtəsi güya ki, insanlığın imana görə, inanca görə, yaşam tərzinə görə, dünyaya və axirətə münasibətinə görə və s. digər əməllərinə görə dönəcəyi bir nöqtə olmalıymış ki, bu da növbəti bir tuzaq idi. Seçim olmalı idi, oldu da. İnsanlar yuxarıda sadaladığım şərtlərdən nəticələri seçəcəklərinə qərar verərkən məsələnin əsl mahiyyətini anlamadılar, ən vacib şeyi nəzərdən qaçırtdılar. Dönüş nöqtəsi olacaqdısa da, əslində ikicə seçim arasında olacaqdı. Allaha dönüş, əlhəmdülillah, bir də şeytana dönüş, əuzübillah. Ondan qalan nə vardısa tuzaq idi. Boş-boş bəhanələr idi. Şeytana tərəf dönmüş insanlar anlamalıydılar ki, şeytan bu vasitələri qəsdən ortaya atmışdır. İnsanlara bir sığınacaq kimi təklif olunan bu bəhanələr kiminsə kölgəsində gizlənmək üçün, kimisinin yolunu saptırmaq üçün, kimisinin də doğrunu yanlışdan ayırt etməkdə zorlamaq məqsədi ilə insanlara təklif olunmuşdu ki, bu da insanı yoldan çıxardan şeytan vəsvəsələsindən başqa bir şey deyildi. Cəmi 3-5 ilin içində digital ortam evlərə girdi, şeytanın planlarının yayılması üçün münbit bir şərait yaratdı, uşaqdan böyüyə hamını özünə tərəf çəkdi, ən müqəddəs şeylərlə bazarlıq elədi və bir gün o qorxunc dönüş baş verdi. İndi dünyada baş verənlərin hamısı bizi dəhşətə gətirən, gələcəyə inamımızı əlimizdən alan, bizi ümidsizliyə qapadan, ağlımızı qarışdıraraq, yaxşını pisdən seçməyimizə əngəl olan nələr yaşayırıqsa, hamısı düşünmədən, ölçüb biçmədən elədiyimiz həmin o seçimin nəticələridir. Önümüzdəki xarabalıqlar, mənəviyyatımızın xarabalığı, ruhumuzun xarabalığı, evimizin, məhəlləmizin, məktəblərimizin, iş yerlərimizin, bir sözlə insanlıq adına nəyimiz varsa, hamısının xarabalığı elədiyimiz seçimin nəticəsi kimi qarşımızda durur. Halbuki Allaha sığınmaq, Allahı seçmək necə gözəl olardı ki, İslam dini hamını birliyə, bərabərliyə, insansevər olmağa, hamımızın Allahın qulu olduğunu qəbul edərək bir-birinə qayğı göstərməyə çağıran
yeganə dindir. Və bugün itirdiyimiz çox şeylərin peşmançılığını çəkdiyimiz, hələ bugün də əlimizdən qayıb getməkdə olan şeylərə baxa-baxa qaldığımız bu həqiqətlə üz-üzəyik. Nə baş verdi? Yaxud da nə baş verir? Riyakarlıqdan uzaq olaraq etiraf etməliyik ki, qorxunc şeylər baş verdi və bugün də baş verməkdə davam edir. Dünyada Allahsız toplumlar yox değildi. Onlar az da değildilər. Onlar daima inanclarında bir saxtakarlıq yaşadaraq, əslində heç nəyə inanmayan, nə bu dünyada qanunlara uyan, nə də axirətdə haqqın məhkəməsi saya salan, istədikləri kimi ömür sürən, həyatları boyu ən böyük günahlarda yoğrulan toplumlar idilər. Bütün dönəmlərdə dünyanı qarışdıran, insanlar arasında səbəbsiz yerə qanlı savaşlar salan da onlar olmuşdular. Lakin son yüzillikdə onlar bəd əməllərin ən pik nöqtəsinə start vermək qərarına gəldilər. Özlərini dünyanın sahibi elan eləmək fikrinə düşdülər. Bu fikri həyata keçirmək məqsədi ilə çox mənfur bir plan cızdılar. Bu plana görə dünya insanların hamısı bir nəfər kimi şeytana xidmət edəcək, hər kəs şeytan ordusunun döyüşçülərindən biri olacaqdı. Dünyaya nəzər salanda onların öz məqsədlərinə nə qədər yaxınlaşdıqlarının şahidi oluruq. Çünki həmin o dönüş nöqtəsi anında yollarını azanlar özlərinin yanlış seçimləri sayəsində həmin o şeytan ordusuna daha bir ordu qatdılar, onların cərgələrini doldurdular. Bugün nəinki özlərinə xristiyan, yahudi, bütpərəst deyənlər, hətta bir para özlərinə müsəlman deyənlər də bu orduda xidmət edirlər. Həm də bu durumda özlərinə xristiyan, yahudi, bütpərəst deyənlər doğrudan da bu dinlərin daşıyıcıları ola bilərlər. Fəqət özlərinə müsəlman deyərək Allaha qarşı çıxan, onun yaratmış olduğu İslam dininin daşıyıcılarına qarşı əlini günahsız insanların qanına bulayan bu yaratıqlar əsla müsəlman deyillər, ola da bilməzlər. Onlar artıq şeytan ordusunun əskərləridirlər. Bəlkə də soruşan olsa bunu danacaqlar. Halbuki bu yerdə dərin araşdırmalara da ehtiyac yoxdur. Sadəcə onların törətdikləri o bəd əməlləri buna bir sübutdur. Dünya bir yana qalsın, mənim dərdim Azərbaycan xalqının günü rüzgarıdır. Görəsən bəs Azərbaycanda nə baş verdi, yaxud nə baş verir? İnsanlar o dönüş nöqtəsində seçimlərini kimdən yana elədilər? Allaha qayıtdılar, yoxsa şeytana uyub getdilər? Məsələ budur. Çünki əgər seçim yanlış olmuşsa, istər Allaha inanan olsun, istər onu danan olsun, fərq eləməz. Hər kəs əkdiyini biçəcək. Allahın yaratdığı bu dünyada ki, birilərini bunu danmaq ilə heç nə dəyişməyəcək, hər kəs cəzasını çəkəcək. Biri cəhənnəminə o biri dünyada qovuşacaq, biri də elə bu dünyadakən cəhənnəmini tapacaq. O baxımdan ki, bəzən işlədilən günahlar bərabərində cəzasını da gətirir. Ətrafa diqqətlə nəzər salsaq, buna sübut ola biləcək o qədər misallar görə bilərik ki, Azərbaycan xalqı, Müslüman ölkəsinin Müslüman insanları, qızı, gəlini, gənci, yaşlısı, xarici görünüşü götürsək, bu toplumda gözlə görülə biləcək təqvaya uyğun rejimli müsəlman tapmaq çox çətin olar. Orada bir ikisi, burada bir ikisi. Onlar qupquru səhrada, nadir hallarda rast gəlinən yaşıl fidanlar kimidirlər. Onların bir müsəlman kimi həyat sürmələri də bir fidanın səhrada yaşaması qədər çətindir. Onlara cəmiyyət tərəfindən təzyiqlər olur. Onları hər yerdə sıxışdırmağa, gözdən salmağa çalışırlar. Bu fidanlar kök salıb böyüyə biləcəkmi? Yoxsa bu təzyiqlərin altında əzilib məhv olacaqlarmı? Bunu da zaman göstərəcək. Çoxluq təşkil edən qızlara, qadınlara tərif vermək istəsək, soyunduqca soyunan, üz-gözünü boyayıb diqqət çəkici hala gətirməkdə, bədənlərini döymə şəkillərlə doldurmaqda, kişilərlə bir süfrədə spirtli içkilər içməkdə, dinsiz, imansız toplumların qadınlarından da 100 addım irəlidə gedən, heç bir əxlaq, nəzakət, mədəniyyət qaydalarına uymayan bir toplum var qarşımızda. Boyunlarını almasalar da bəlli ki, seçimlərini o tərəfə eləmişlər. O tərəfə eləmişlər ki, istər xarici görünüşlərində, istər də davranışlarında ətrafdakı bütün kişilərə ünvanlanmış mənə baxın çağrısı var və onlarla nə Allah barədə, nə din iman barədə, nə abır-həya barədə, ən nəhayət, nə namus qeyrət barədə danışmaq mümkün deyil. Allahı onların yadına salmaq, qiyamət günü durumlarının qorxuc olacağını xəbər vermək, ruhlarını silkələb oyatmaq, ürəklərinə yol tapmaq dünyanın ən çətin işi olmuşdur bugün.
Gənc oğlanlarda və yaşlı kişilərdə də gözə batan naqisliklər çoxdur. Onlar sanki heç nəyi görmür, heç nəyi anlamırlar. Hallarından da məmnundurlar. Onlar xanımlarının geyimlərinə nəinki nəzarət eləmir, bəzən hətta onları açıq-saçıq geyim keçimə özləri təşviq edirlər. Öz geyimlərində də sərhədi çoxdan aşmış durumdadılar. Gənclər də, yaşlılar da artıq geyimlərində rəng seçiminə diqqət yetirmir, yaşlarından asılı olmayaraq qırmızı, yaşıl, sarı, pəmbə rəngli paltarlar geyinə bilir, bundan utanmırlar. Kişilərin özlərinə yaraşdırdıqları kosmetik baxım, qaş almalar, üzlərinə botoks elətdirmələr, özən verdikləri bu şıx rənglər, şalvar yerinə geydikləri retuzlar, qırmızı ayaqqabılar, bədənlərinə kip yapışmış dar köynəklər onları eşcinsəllərə bənzətsə də, heç biri bundan bir diskomfort hiss eləmir, utanmır, əksinə hətta bu görkəmləri ilə öyünürlər. Belə olunca da bir cəmiyyətdə arpa buğda bir-birinə qarışır. Pisi yaxşıdan ayırmaq mümkün olmur. Heç kəs soruşmasın ki, Azərbaycan xalqı niyə bu gündədir? Niyə millət bugün bu rəzalətin içində çabalayır? Kimsə deyə bilər ki, Allah bizdən üz döndərib. Əsla, daha bir günaha batmağa tələsməyin. Elə deyil. Allah qullarından üz döndərməz. O hər şeyi bilir, görür. Bizə də tövbə üçün sonsuz bir zaman da buraxmışdır. Üz döndərən sizsiniz, ey mənim xalqım, Azərbaycan xalqı. Siz Allahdan üz çevirmişsiniz. Ona sığınmaq, onun yolunu tutmaq yerinə şeytanı dost tutmusunuz. Bu yaşadıklarınız da şeytanın qələbəsinin göstəricisidir. Yeri var xatırladım ki, şeytanın apardığı yolun sonu cəhənnəmdir. Gəlin dürüst olaq və qəbul edək ki, Azərbaycan xalqının böyük bir hissəsi bu gündədir. Qızı gəlini küçə qadınına, gənci yaşlısı isə homolara bənzəyir. Bu bir yana. Bir də dini mənsubiyyət deyə bir şey var ki, özünə müsəlman deyən hər kəsin həm geyim keçimində, həm də davranışlarında müəyyən əxlaq normalarına uyması başlıca şərtdir. Ya da bu şərtə uymaq istəməyən hər kəs boynuna alsın ki, dönüş nöqtəsini bilərəkdən o tərəfə keçmişdir. Belə olan surətdə də hesab onlarla Allahın arasında qalır. Halbuki Allahın qəzəbindən qorxanları üçün, peşman olanlar üçün çox sadə bir xilas yolu var. Bu tövbə etməkdir. Tövbə edərək Allaha sığınmaq. Bugün keçmişindən tövbə edib Allaha sığınan hər kəs sabah yeni bir insan olacaq. Allahın mərhəmətinə sığınan, güvənən, həyatını qurtarmağa doğru yol alan yeni bir insan. Günahını anlayaraq doğru yola gömmək istəyənlərə yubanmadan bu yolu tutmağa tələsməyi məsləhət görürəm ki, Rəhman və Rəhim olan Allahın mərhəməti böyükdür. O bütün tövbə edənlərin tövbəsini qəbul edər, günahlarını bağışlayar, əlhəmdülillah. Yetər ki, buna ürəkdən inanan bir qul olasan, tövbə qapısını döyməyə də gec qalmayasan. Allahu aləm, son. Bir xatirə, həyatın qiyməti. Mən kitab yazıram və yazdığım bu kitabların nə vaxt, kimlər tərəfindən oxunacağını bilmirəm. Bu barədə heç bir fikrim yoxdur. Sadəcə yazıb qoyuram. Düşünürəm ki, kimə nəsib olarsa, kim kitablarıma maraq göstərərsə, o da oxuyar. Mən oxucularımı tanımasam da, bilməsəm də ürəyim buz kimidir. Bilirəm ki, hər kim kitablarımı oxuyacaqsa, onları əlinə aldığına, vaxt sərf edib oxuduğuna peşman olmayacaq. Çünki mənim kitablarımda bir dünya var. O dünyada insan həyatları var. Bir də o dünyadan, o həyatlardan səmimiyyətlə, ən saf duyğuları, ən təmiz niyyətləri hədəf götürərək söz açan mən varam. İrəlidə kitablarımın tək bir oxucusu olacaqsa da, mən o oxucunu məmnun etmək üçün də olsa yazacağam. Çünki ürəyimin bitməyən söhbətləri, fikirlərimin yolunmaq bilmədən apardığı araşdırmalar, diqqətimdən qaça bilməyən dünyanın min bir halı məni daima biri ilə söhbət eləməyə, dərdləşməyə, bölüşməyə çağırır. Mən də iradəmdən qat-qat güclü olan bu təzyiqin axarına təslim olur, fikirlər gəldikcə onları safa düzür, yeni kitablar yazıram. Bu da o deməkdir olur ki, mən yazdığım bu kitablar vasitəsilə tanımadığım biri ilə dərdləşirəm. Mən yazmağa bu cür yanaşdığım üçün sanki kitab yazmıram, əslində kiminləsə söhbət edirəm. Qeyd edim ki, o naməlum həmsöhbətimə güvənirəm həm də. Ona ərk edirəm, məni narahat edən ən incə məsələlər barədə də onunla dərdləşirəm. Ona ürəyimin ən ülvi hisslərindən, dünyaya bəlkə fərqli baxışımdan söhbət açıram.
həm də xarakterimin açıq sözlü olmaq yanını şərt götürərək yazıram və düşünürəm ki, bir ürəkdən axan fikirlərin təmizliyi, səmimiyyəti digər təmiz, səmimi ürəklərə yol tapar bir gün. Ataların belə bir sözü də var. Sözü at yerə, yiyəsi götürsün. Mən də bu kitablar vasitəsilə sözümü ortaya atıb gedirəm və bilirəm ki, yiyəsi hər kimsə mütləq götürəcək. Və əgər bir gün bir müəllif kimi bu kitablarla bağlı özümə nə arzulamaq istərdim deyə soruşan olsa, deyim ki, kitablarımla bağlı mənim bircə arzum var. Arzum budur ki, kitablarımı oxuyacaq olan həmin o naməlum oxucularla mənim aramda qarşılıqlı güvən yaransın. Yəni onlar mənim səmimiyyətimə inansınlar, dostcasına söhbətlərimə güvənsinlər, mənim xoş niyyətimə heç vaxt şübhə eləməsinlər. Çünki mən hər yeni kitabımı yazmağa başlayanda bəri başdan onlara güvənirəm və onlara inanaraq ürəyimi açıram. Mən bir müsəlmanam, həm də Allahdan qorxan, bu yüzden də ibadətlərini aksatmamağa çalışan bir müsəlmanam. Ancaq səmimiyyətlə etiraf edim ki, mən axşamları dizi izləməyi də sevirəm ki, bu dini baxımdan ciddi bir nöqsan sayılır. Mən isə bu nöqsan cəhətimdən hələ də qurtula bilmirəm. Doğrudur, mən hər dizini izləmirəm. İzlədiyim dizilərin içində daha çox ibrətamiz mövzusu olan filmləri seçib onları seyr edirəm desəm də, boynuma alıram ki, bu dediklərim məni qazandığım günahlardan əsla azad eləmir. Bu dizilərdə nələr var, nələr yox, bu bir yana qalsın. Ancaq izlədiyim dizilərin çoxunda diqqətimi çəkən və çox xoşuma gələn bir səhnədən söz açmaq istəyirəm. O səhnə çox dizidə yer almaqla, hər halda bununla da həqiqətə uyduğunu göstərir və mənim ürəyimi qısqanclıq hissi ilə doldura bilir. Əgər dizidə yer alan o davranışlar həqiqətə uyursa, mən Türk xalqını bu mənada təbrik edirəm. Dediyim məqam da bir xəstənin istər ambulansla olsun, istərsə də şəxsi maşınla olsun, xəstəxanaya yetişdirildiyi zaman gördüyüm, həyəcanla izlədiyim bir məqamdır. Xəstənin xəstəxanaya yetişdirilməsi ilə içəridən bir sürü insan çıxır, doktorlar, həmşirələr əllərində xərəklə qaça-qaça gəlirlər. Sanki bayaqdan boş bir yer durub bu xəstənin yolunu gözləyirləşmiş kimi. Yenə də qeyd edirəm ki, bu mənzərənin nə dərəcədə doğru olduğunu mən bilmirəm. Ancaq ürəyimdən belə bir arzu keçir ki, keşkə bütün dünyanın xəstəxanalarında həkimlər xəstəyə bu həvəslə yetişməyə çalışaydılar. 2-3 doktor, bir o qədər də həmşirə qaça-qaça yetişir, köməkləşib birlikdə xəstəni xərəyə qoyurlar. Elə oradaca ona serum, boyun yaxalığı taxırlar, təzyiqini də ölçə-ölçəyə içəri aparırlar. Xəstə yaxınlarının həyəcanı doktor və həmşirələrin həyəcanına qarışır ki, əslində insan həyatı üçün bu qədər həyəcan keçirməyinə də dəyər. Mən də düşünürəm ki, dizilərin mövzuları nə olursa olsun, bu cür səhnələr eyni olursa, demək ki, bu gördüklərim Türkiyənin bir gerçəkliyidir. Və ürəyimdən keçir ki, keşkə dünyanın bütün xəstəxanalarında tibbi personal bu qədər diqqətli, bu qədər şəfqətli olaydı. Mən ümid edirəm ki, bu yazıları oxuyan hər kəs mənim dünya deyərkən öz tarixi vətənimi də nəzərdə tutduğumun anlayışla qarşılar və qəbul edər. Çünki dünya geniş anlamdır və o geniş alanda yer alan, bizim də yaşadığımız, tez-tez yolumuzun düşdüyü konkret məkanlar da var. Həyat yoldaşımla biz həyatımızın bir dönəmində, tarixi vətənimizdə o dizilərə heç bənzəməyən, əslində əsla bənzəməyən, insanlıqdan çox uzaq olan bir durumla qarşılaşmışdıq ki, o yaşananlar mənim ürəyimin içində daima qanayan bir iz qoyub getdi. Bu yerdə mən çox ağır bir xatirədən söz açmaq istəyirəm. Bu xatirə ibrətamiz bir mövzuya aid olduğu üçün onu hər kəsin də bilməsini istəyirəm. Bundan 15 il əvvəl idi. Biz yoldaşımla vətənə oğlumuzu evləndirməyə getmişdik. Yoldaşım artıq çox ağır bir xəstəliyə düçarı olubmuş, ancaq bizim hələ bundan xəbərimiz yox idi. Hər şey oradan gələndən, həkimlərin kontrolundan keçəndən sonra üzə çıxdı. Biz vətənə getdik, oğlumuzun toyunu elədik, murada yetmiş halımızla da qohum-qardaşı ziyarətə başladıq. O ziyarətlərin birində qohumlarımızdan birinin evində qonaq qalmışdıq ki, yoldaşım bir qəfil xəstələndi. Üzdə bir şey olmasa da qızdırması qalxdı. Özünü çox pis hiss eləməyə başladı. Ertəsi gün onun halı biraz da xarablaşdı.
O, belində bir ağrıdan şikayət elədi. Mən də açıb kürəyini nəzarətdən keçirtdim. Yoldaşımın onurğa sütunun lap aşağı hissəsində ovuc içi boyda bir şiş vardı və o şiş qızartı ilə örtülü idi. Bunu görəndə əvvəlcə çox qorxdum, ancaq ev əhli məni sakitləşdirdi. Bunun sadəcə bir kör çıban olduğunu söylədi. Yoldaşım ağrıdan qıvrılırdı. Biz onu sakitləşdirməyə çalışsaq da xəstəxanaya aparmağa qərar aldıq. Axşam tərəfi idi. Biz ikimiz birlikdə Yezdəmin maşınına minib Semaş qadında xəstəxanaya gəldik. Ağrılar içində qıvrılan yoldaşımla xəstəxananın qəbul şöbəsinə yaxınlaşdıq. Mən pəncərədəki gənc xanıma məsələni qısaca anlattım. O da mənə dedi ki, bu xəstəxana xəstələri belə qəbul eləmir. Qəbul saatı bitdiyindən bizi belə qəbul edə bilməyəcək. Biz evə dönüb təcili yardım çağırmalıyıq. Burada məhz təcili yardımla gəlməliyik. Bu çox absurd bir fikir olduğundan bu sözün mənasını anlamağa mənim nə səbrim çatırdı, nə də vaxtım. Mən artıq buraya qədər gəldiyimizi, buranın da bir supermarket deyil, xəstəxana olduğunu qeyd elədim. Xəstənin də ağrıdan qıvrıldığını söyləyərək qadını qınadım, bir yandan da bizə yardım eləməsini ondan xahiş elədim. Xanım bizi şübhəli baxışlarla bir xeyli süzəndən sonra ehyamla dedi ki, əgər belə edərsə, güya bizə görə bu xəstəxananın ən humanist, ən möhtəşəm qanunu pozmalı olacaq. Mən dərhal onun niyyətini anladım. 20 manat verib onu bir təhər razı saldım. Xanım çox məmnun qalmadısa da, bu da bir başqa söhbətin mövzusudur, bizi içəri buraxdı. Buraxandan da bərk-bərk tapşırdı ki, həkimlərdən birini özümüz yola gətirib, işin sonunda da onu razı salmalıyıq. Mən hələ burada yaşadığım illərdən özümün də şəxsiyyətimi alçaldan belə iyrənc hərəkətlərdən elə əsəbləşərdim ki, belə durumlarda adətən dönüb gedərdim. Ancaq indi çarəm yox idi. Bir yandan bu iyrənc rəftardan ürəyim bulanırdı, bir tərəfdən də artıq geri durmağa yeri yox idi. Yoldaşımın vəziyyəti ağır idi. Mən yoldaşımı koridordakı oturacaqlardan birində oturdub, özüm həkim otağına gəldim. Qapını açıb içəri baxdım. 5-6 həkim kimi ayaq üstə dayanıb söhbət edirdi, kimi oturub çay içirdi. Mən onların diqqətini çəkmək üçün ucadan salam verib durumu qısaca anlattım. Təcili yardım istədim. Onlar hamısı dönüb əcaib bir şey görürlərmiş kimi mənə təəccüblə baxdılar. Onlardan heç kim mənim sözlərimi ciddiyə almaq istəmədi. Hər ağızdan çıxan bir-iki kəlmə ümumi bir fikri formalaşdırırdı. Mənim qanunu pozduğumu, buraya bu cür girməyin, xəstəni də özbaşına xəstəliyə soxmağın qanuna uyğun olmadığını söylədilər. Mən buranın təcili yardım şöbəsi olduğunu onlara xatırlatdım. Təcili yardıma da ehtiyacımız olduğunu da altını çizdim. Onlar yenə də bir-birinizə baxanda mən əsəblərimin başını buraxdım. Buraya qonaq gəldiyimizi, gözlənilmədən başımıza belə bir iş gəldiyini danışaraq, bu xəstəxananı da, burada çalışan bu həkimləri də kəskin qınadım. Aralarında ən yaşlısı, 55-60 yaşlarında olan kişi doktor mənə maraq göstərdi. Xanım, siz hansı rayondan gəlmisiniz? Heç birindən. Hə, onda siz yəqin Moskvadan gəlmisiniz. Xeyr, Moskvadan da gəlməmişik. Axı bunun nə fərqi var ki? Yoldaşım ağrıdan qıvrıla-qıvrıla bayırda gözləyir. Siz ona yardım edəcəksiniz ya yox? Rayondan gəlməmisiniz, Moskvadan gəlməmisiniz, bəs hardan gəlmisiniz? Belə aydan gəlmişik, oldu mu? Bu sizin işinizə yarayacaqmı? Yarayacaqsa vaxt itirməyin. Ağır xəstəyə yardım eləməyə tələsin. Yoxsa biz başqa bir təşkilata baş vurmalı olacağıq. Doktor bu dediklərimdən nə anladısa dərhal maskasını dəyişib dedi. Bizim üçün xəstədir. Sadəcə hamımız yorulmuşuq, istirahət edirdik. Siz ki aydan da olsa xaricdən bizə pənah gətirmisiniz. Əlbəttə ki biz sizin xəstənizə baxacağıq. Mən son tənəmi də deməkdən qalmadım. Doktor, bizə minnət qoymağa tələsməyin. Mən sizi evinizdən çağırmadım ki. Siz zaten burada işdəsiniz. Sir deyil ki, iş başında olan həkimlər buraya gələn xəstələrin hamısına cavabdehdirlər. 5-6 həkimdən biri çağırışa çıxa bilməzmi? Doktor önümə düşüb gedə-gedə nələrsə dedi. Birlikdə yoldaşımın yanına gəldik. Onun rəngi ruhu saralmışdı. Ağrıları da artmışdı. Doktor koridorda öz həmkarları ilə şirin söhbət edən bir yaşlı həmşirəni də səsləyərək yoldaşımı əməliyyat otağına yönləndirdi. Mən də yoldaşımın qoluna girib onu müşayiət edirdim. Doktor onu ağzı üstə əməliyyat masasına uzatdı, kürəyini açıb baxdı. Başını da bulayaraq
üzünü əməliyyat alətləri düzülmüş masaya çevirdi. Doğrusu onun növbəti hərəkəti mənim üçün çox gözlənilməz oldu. Əgər mən o an onun nə edəcəyini bilsəydim, bu hərəkətinin qarşısını alardım. Ancaq mən onun nə edəcəyini hardan biləydim? Bu dırnaqarası doktor bircə anda əlinə bıçağı alıb düz o qızartı şişin ortasını yardı. Həm də heç bir ön tədbir görmədən, yod belə sürtmədən. Yoldaşımın bağırtısı göyə qalxdı. Mən onun əlindən tutdum, sakitləşdirməyə başladım. Özüm də doktora dedim. Doktor, belə də iş görərlər. Bir yord söyütəydiniz, bir keyləşdirici iynə vuraydınız. Qoyun kəsmirsiniz ki burada. O yaranı qurcalaya-qurcalaya mənə acıqlandı. Xahiş edirəm, mənim işimi mənə öyrətməyəsiniz. Bayaqdan məndən də geyində dayanıb, ancaq elə doktorun hərəkətlərini film kimi izləyən, toya gəlibmiş kimi boynu boğazı qızıl brilyantla bəzəkli düzəkli, yaşlı üzünün də rəngarəng boyalarla qalın makyaj edildiyi, bu görkəmi ilə klouna bənzəyən həmşirə xanım tez mövzunu qapdı. 50 illik doktora işini öyrətməyin xanım, bu xəstəxanada ondan yaxşısı yoxdur. O an yoldaşımın qışqırbağına ürəyim parçalana-parçalana, mən bir yandan onun əllərini ovuşdurur, ona necəsə yardım eləməyə çalışır, bir yandan da bu qədər qansız bir insanın özünü doktor adlandırmasına heyrət edirdim. Bu arada doktor nə elədi bilmirəm, cəmi 3-4 dəqiqə sürən adından bədən əməliyyatı bitirdi, ağız kimi açılmış yara tikiş də qoymadan üzərinə bintdən, plastirdən bir möhür vurub işini bitmiş elan elədi. Mən yoldaşıma yardım edib onu masadan indirdim, əynini geyindirdim. Yoldaşım da canının ağrısını doktorun üstə tökdü. Ay kişi, sən mal doktorusan, nəsən? Sənin heç insafın zadın yoxdurmu? Belə də əməliyyat eləyərlər. Doktor həya etmədən səsini yoğun yerinə salaraq acı cavab verdi. Bax, yoldaşın gəldiyi, yalvardı, yaxardı. Mən də gəlib insanlığımı elədim. İndi sizin çox sağ olunuz budur. İndi yeri deyildi deyə, üstəlik mən daha çox bu vicdansızı sussun deyə çıxardıb ona 50 manat pul verdim. Əlbəttə ki, doktor bundan razı qalmadı. Aydan gəlmişsiniz deyə sizi qəbul elədim. Amma sizin verdiyinizə baxın. Bu heç mənim çəkdiyim zəhmətə də dəymir ki, hələ bir məni təhqir edirsiniz. İnsanlara yaxşılıq yoxdur da. Mən o qədər əsəbləşmişdim ki, başqa vaxt olsaydı bu mal doktorunun dərsini artıqlaması ilə verərdim. Ancaq indi yanımda yaralı bir xəstə var idi. Biz buradan tez çıxıb getməli, başımızın çarəsinə özümüz baxmalıydıq. Mən yoldaşımın qoluna girib elə qapıya sarı gedirdim ki, bir də gördüm ki, bayaqdan uzaqdan burada baş verənləri tamaşaçı kimi izləyən həmşirə də gəlib lap böyürmə söykənib. Onu da niyyətini anladım, cibinə bir onluq bastım. O cəld onluğu çıxardıb baxdı və utanmadan dedi, xanım, bu çox az oldu. Mən də ona, xeyr, bu hələ lap çoxdur. Kimə ancaq tamaşa elədiyinə görə 10 manat pul verirlər. O dodağının altında nəsə donquldandı, ancaq biz daha bunu nə dinlədik, nə də eşitdik. Mən bugünə kimi də o qadına verdiyim o 10 manatın peşmançılığını çəkirəm. Mən gərək yoldaşımın maşınına oturdaydım, geri qayıdıb o halal 10 manatımı o qadından geri alaydım. Bəlkə mənim bu hərəkətim ona dərs olardı. O da durduğu yerdə əlini ağdan qaraya vurmadan aldığı hər onluğun qədrini bilərdi. O pulu verən insanlara da bir Allahın çox sağ olunu deyərdi. Mən yoldaşımın o açıq yarasını düz bir ay müalicə elədim. Özü də Avropada həmşirələrin yaraları müalicə elətdiyini gördüyüm üçün eynən onlar kimi müalicə elədim. Aptekdən lazım olan hər şeyi aldım, yaranı hər səhər dərmanla yuyub bağladım. Yoldaşımın o yarası sağaldı, ancaq çox gec sağaldı. Yara dərin olduğu üçün, dikiş atılmadığı üçün, dezinfeksiya edilmədiyi üçün çox gec sağaldı, ancaq yenə də sağaldı. Fəqət o üzdəniraq əməliyyatın mənim ürəyimdə açmış olduğu yara hələ bu gün də ağrayır, sızlayır. Çünki elə həmin il Bakıdan gələn kimi həkimə getdik, analizlər verdik, məlum oldu ki, həyat yoldaşım kanser xəstəsiymiş. O kör çıvan dediyimizdə əslində xəstəliyin ilk əlamətlərindən biriymiş ki, Semaşka adına təcili yardım xəstəxanasının ən yaxşı dırnaqarası doktoru bizi bir müştəri kimi deyil, bir pasient kimi qəbul eləsəydi, qan analizi aparsaydı, onun kürəyindəki şişi də adam kimi, daha doğrusu doktor kimi əməliyyat eləsəydi, mənim də ürəyimdə o günlərin çox acı xatirəsi iz buraxmaz, ailəcə bizim hamımızın ürəyimizi bugünə kimi də belə göynətməzdi.
Mən də ömründən az bir şey qalmış yoldaşıma o işgəncəni yaşatmazdım. Mən türk dizilərinə baxanda həmişə xəstələri qapıda qarşılamağa qaçan, onu xərəyə qoyub içəri aparan bir sürü çevik insanları görür, içimdən qovrula-qovrula bu mənada türk xalqını qısqanıram. Bəlkə də o dizilərdə gördüklərimin heç əsli yoxdur. Bəlkə hər şey yalandır, bilmirəm. Ancaq mən arzu edirəm ki, keşkə dünyanın hər yerində, bütün xəstəxanalarda insana, yəni xəstə insana bu cür yardıma qaçan, həm də Hippokrata deyil, Allaha and içmiş doktorlar olaydı. Çünki xəstə insanlar çarəsini xəstəxanalarda arayan zəif, yaralı, gücdən düşmüş, məzlum insanlardır. Əgər onların sağalma şansları qalmamışsa da, əgər əcəlləri çatmışsa da, heç olmasa onların bu dünyada son gördükləri insanlar da vicdanlı, insaflı, insan həyatının qiymətini bilən və uca tutan həkimlər olsun ki, həmin o dünyasını dəyişən insanlar da bu dünyadan xoş təəssüratlarla ayrılsınlar. Məncə insan həyatının bu qədərcik də olsa dəyəri olmalıdır da. Son. Bir hekayə. Şöhrət ordeni. Rafael yenicə döyülmüşdü. Ancaq bu ilk dəfə deyildi. Bu onun bugünkü norması sayılırdı. O da hələ İsrafil adlı məhkumun daha bir bəhanəsi ortaya çıxmasaydı. Həbs olunub bu kameraya düşdüyü gündən elə bir gün olmazdı ki, Rafaelin başının qapazı əksik olaydı. Yanından keçən məhbusların hamısı lazım oldu, olmadı, onun başına qapaz vurmadan yanından keçmirdilər. Bu artıq bir adət halını almışdı və əgər məsələ bununla da bitsəydi, hələ bu halı ilə də Rafael bəlkə gündə 10 dəfə Allaha şükür edərdi. Fəqət onun çiləsi bununla bitmirdi. Çünki kamerada öz hökmü ilə xüsusi qayda-qanun yaratmış İsrafil adlı məhkum heç kimin qarışmayacağı bir ortamda kimi istəyir söyür, kimi istəyir döyürdü. Belə görünürdü ki, təcridxananın müdiriyyəti özü ona bu imkanı vermişdi ki, artıq uzun zamandan bəri İsrafilin ağır zərbələrinə məruz qalan, imkan tapan kimi qaçıb qapını döyəcləyən, birilərini köməyə çağıran Rafaelin hər yerə səs salan haray-həşirinə baxmayaraq, nə onun çağırışına bir hay verən olmuşdu, nə də onu İsrafilin əlindən alan olmuşdu. Rafaelin özü də anlaya bilmirdi ki, bu İsrafil ondan nə istəyir, ondan nəyin hayfını alır. Bircə onu bilirdi ki, onun bura düşdüyü gündən həmin bu İsrafil sanki kiminsə qarşısında xüsusi bir öhdəçilik götürmüş kimi hər gün bir səbəbi bəhanə gətirərək gündə heç olmasa bir dəfə Rafaeli bəs deyincə döyür, ağzını, burnunu partladaraq alqana bulayırdı. Onun gətirdiyi bəhanələr də onun özü kimi anlaşılmaz idi, qəribə idi. Rafael bugünə kimi də yaşamışdı, ancaq heç vaxt ağlına da gəlməmişdi. Bu cür bəhanələr kiminsə onu amansızcasına döyməsi üçün səbəb ola bilər. Məsələn, elə bugünkü bəhanə. İsrafilin bugünkü bəhanəsi Rafaelin adının Rafael olması idi. Döyülüb günlük normasını alandan sonra Rafael bu məsələni ürəyində analiz edərək düşünürdü. Heç bu da sözdür ki, sənin adın niyə Rafaeldir? Mən nə bilim niyə Rafaeldir? Dədəm qoyub, mən də daşmışam. İsrafil hər dəfə Rafaelin üstünə hücum çəkmədən əvvəl gözünü onun üzünə zilləyərək nəsə düşünürdü. Bəlkə elə o saçma bəhanələri də o zaman tapıb çıxardırdı. Onun bu baxışları Rafaelə hazır ol, indi hücum başlayacaq xəbərdarlığı kimi bir şey idi. Bu dəfə də hər şey eyni cür başladı. İsrafil öz qurbanına əl qatmazdan əvvəl biraz gürzə kimi fısıldadı. Rafael də indicə əzilmiş əncirə dönəcəyini anladı. İsrafil əvvəlcə ona tərs-tərs baxdı, sonra qalxıb yavaş-yavaş yaxına gəldi, heç bir xəbərdarlıq etmədən təpiklə Rafaelin böyrünə vurub dedi: "Siz Allah, siz bir bunun adına da baxın, Rafael. Biz də bunda kişilik axtarırıq, qeyrət axtarırıq, namus axtarırıq. Bu adda adamda heç kişilik, namus, qeyrət ola? Hardan olsun? Bir adamın ki adı Rafael ola. Yox bir, Rafaello." İsrafil ona daha bir təpik ilişdirərək sözünə davam elədi. "A kişilər, adama deməzlərmi ki, bəyəm müsəlmana ad qəhətli idi? Bu adı hardan götürdünüz? Hansı millətdən oğurladınız? Alə, Allah bunların kökünü kəssin. A kişilər, bilirsiniz mənim rəhmətlik atam sağlığında
Bu şərəfsizlərin üzündən nə qədər əziyyət çəkirdi. Yazıq qoca kişi idi də. Bu andıra qalmış Rafael adı da yazıq kişinin yadında qalmırdı da. O da harda Rafael görürsə hamısına Dərdail deyirdi. Dərdail. Eşidirsən, Dardaillo? Bir biləsən elə təkcə buna görə səni necə öldürməyim gəlir. Atama görə ha, qalan şeyləri elə demirəm. O da ola ki, bura elə şöhrətə düşmüsən ki, dalında elə vedirə danqıldayır ki, hər danqıltısında ayrıca bir ölüm hökmü düşür. Heyf ki, mən səni öldürə bilmərəm də. Öldürə bilərəm ha. Ancaq sənin kimi dəyyusa görə srokumu artırmaq istəmirəm. Millət bura namus üstə düşür. Sənsə bura arı yeyib namusu atmağın üzündə düşmüsən. Sənə elə çəkəcəyim srok, bir də mənim tərbiyə metodum bəs edər. Düzəlməyinə daha düzələ bilməzsən, ancaq heç olmasa bayırdakı şərəfsizlərin sırasında bir dəyyus əksik qalar. İndi ki öldürə bilmərəm, dayı neyniyək? Döyə ki bilərəm. Odur ki, sən hələ Allaha şükür elə ki, mən səni sadəcə döyürəm. Öldürə biləcəyim halda öldürmürəm, sadəcə döyürəm. Alə sən nə binamus adam sanmış. Alə sən nə bir qeyrət adam sanmış. Alə sən nə üzlə ad bu kişi qoymusan. Alə o necə ailə saxlamaqdır. Alə o necə övlad böyütməkdir. Alə sən nöş ölmürsən axı. Hər dəfə söhbət bu yerə çatanda, bu monoloqdan sonra İsrafilin gözünü qan necə tuturdusa, Rafaelin canı bədənini tərk edənə, ondan xeyli uzaqlaşana kimi İsrafil onu yumruq təpik demədən döyürdü. Hər günün mövzusu başqa ola bilərdi. İsrafil bu mənada çox yaradıcı idi. Ancaq yumruq təpik məsələsində bunu demək olmazdı. Yumruq təpik məsələsində hər şey eyni cür başlayıb, eyni cür bitirdi. Heç kəsin qahmar çıxmadığı bir şəraitdə İsrafilin qəddarlıqla endirdiyi ağır zərbələr hər dəfə Rafaeli o dünyaya aparıb gətirirdi. Bugünkü döyülmə proseduru biraz əvvəl başa çatmış, bu yolla gündəlik hikkəsini çölə ataraq sakitləşmiş İsrafil də üzünü divara çevirərək yatağında gecəni yaxşı yatmamış körpə uşaq kimi dərin yuxuya gedərək yatmışdı. Rafael özünün əzilmiş pomidora bənzər halı ilə dəmir çarpayının ayağına söykənərək yerdə oturmuşdu. Tez-tez burnunu çəkir, cırıq köynəyinin qolu ilə ağzından axan, burnundan damcılayan qanı silirdi. O bütün dünyaya küsmüş bir halda başı aşağı oturaraq özündən fikirləşirdi. Kameradakı məhkumlar ona fikir vermir. Burada belə bir varlığın olmasına qətiyyən əhəmiyyət verməyəcək bir laqeydliklə hərə öz işində idi. Kimisi çay içirdi, bir neçəsi İsrafil oynayacağından ehtiyat edərək pıçıltı ilə danışa-danışa dama oynayır, kimisi qəzet oxuyur, kimisi də yatırdı. Rafael fikirləşdi ki, ey gidi dünya, gör mən nə günə qalmışam ki, həyatın ən aşağı pilləsində duran bu insanların arasında da bugün mənə yer yoxdur. Halbuki 3 ay əvvəl mən harda idim, bunlar harda? 3 ay əvvəl, ey gidi dünya. Bu yerdə Rafael özünü saxlaya bilmədi, dizlərini qucaqladı, başını da dizlərinin üstünə qoyub ağladı. Onu tərs-tərs süzən kamera əlindən nəinki ona yazığı gələn olmadı. Əksinə, hər kəsdən Rafaelin ünvanına ancaq söyüş ifadələri eşidildi. Şərəfsiz, binamus, nakişi. Bəs sən nə bilmişdin? Göydə Allah var, Rafael 3 ay əvvəli boş yerə yada salmırdı. 3 ay əvvəl o balaca adam deyildi. Təhsil baxımından da tamam orta təhsilindən başqa öyünəcək başqa bir savadı olmasa da, həyatın amansız qanunları onu daha keyfiyyətli bir məktəbdən, həyat məktəbindən keçirmişdi. 55 yaşını bu yaxınlarda doldurduğu ömründə Rafael həyatının ən çiçəkləndiyi bir mərhələsinə qədər gələ bilmiş, pensiya yaşı çatana qədər də nə yolla olursa olsun dövlətin ən uca mükafatını, şöhrət orderini alıb pensiyaya da bir qəhrəman kimi çıxmağı qarşısına məqsəd qoymuşdu. 3 ay əvvəl o ən böyük arzusunun 2 addımlığında idi. 3 ay əvvəl o böyük bir təşkilatın Daxili İşlər Nazirliyinin tabeçiliyində olan xüsusi təyinatlı polis qoşununun alay komandiri idi. Sözünün hökmü çox böyük idi. Qılıncının arxası da kəsirdi, önü də. Alay yoldaşlarının üstündə günbəgin artan hökmü, rəisin yanında da günbəgin artan hörməti var idi. İşinə can edildən bağlı olan, ağa deyir sürdərəyə prinsipə uyan polislərdən ən öndə gedəni idi Rafael. Qohum əqrəba da, qonum qonşu da ondan çəkinir, necə deyərlər, tük salırdı.
Hamı bilirdi ki, Rafael paqonuna daha bir ulduz taxdırmaq naminə, rəisindən daha bir malades eşitmək xatirinə doğma atasını da heç neçəyə satar. Rəis də ondakı bu sədaqəti görür, yüksək qiymətləndirir. Hər uğurla başa çatan siyasi nümayişi dağıtma əməliyyatından sonra ona cürbəcür mükafatlar təsis edir. Biraz da ruhlandırmaq məqsədi ilə ona hər şücaətini dəyərləndirməyə çalışırdı. Onlar bir-birinə gərəkli insanlar idilər. Rafael öz nümunəvi qəddarlığı ilə yuxarı instansiyalardakı hesabatlarda rəisin üzünü ağardırdı. Rəis də Rafaelin haqqını yüksək maaşla vəzifədə irəli çəkməklə ödəyirdi. Bu gedişlə də Rafael iri-iri addımlar atır, bir maşını, bir evi, hətta bir arvadı da ikiyə qatlayaraq sürətlə inkişaf edirdi. Rəisin xəbəri də yox idi ki, bugün Rafaelin maşını da, evi də, bağı da artıq 3-dən keçib. Təkcə arvadı və övladı hələ ki 2 idi. Qanuni arvadından Rafaelin bir qızı, məşuqəsindən də bir oğlu vardı. Rafaelin ürəyindən onların da hələ sayını artırmaq keçirdi. Lakin ailə kimi şeylərin xərci də, başarısı da çox olurdu deyə Rafael hələ ki əlində olanlarla kifayətlənmiş, məqsədini başqa yönə çevirmişdi. Onun xəyallarını bəzəyən bir şöhrət ordeni vardı. Rafael bu ordeni almağı arzu edirdi. Bu ordeni almaq üçün Rafael'ə nə desələr edərdi. Rafael özü də görürdü ki, bu ordeni öz xalqına qarşı amansızlıqda, şərəfsizlikdə, namussuzluq xüsusilə fərqləyənlərə verirlər. Bu ölçüyə uyğun gəlmək üçün də Rafael gecə-gündüz yollar axtarır, can dildən çalışır, ürəyində də tez-tez bu sözləri təkrar edirdi. Yaxşı da, mənim onlardan nəyim əksikdir? İnsafınız olsun. O şöhrət ordenini mənə də verməyib kimə verəcəksiniz? Hər dəfə müxalifətçilərin təşkil elədiyi etiraz aksiyasında miting iştirakçılarını dağıtmağa çıxan alaya başçılıq edərkən Rafael tabeçiliyində olan polis nəfərlərinə nümunə olmaq, sonra da hər qəddarlığını, ödüncünü almaq fikri ilə meydana atılır. Qadın kişi bilmədən, qoca cavan bilmədən öz xalqından olub, öz haqqını tələb eləməyə çıxmış insanları dəyənəklə döyür, onları yerlərdə sürüyür, əyin başlarını cırıb tökürdü. Ertəsi gündə rəisin otağında bu tədbirdən çəkilmiş video görüntünə baxır, xüsusi qəddarlığı ilə seçilən üzü maskalı polis nəfərinin onun özü olduğunu sübut etmək üçün əldən ayaqdan gedirdi. Baxın, cənab rəis, baxın, bu mənəm. Görürsünüzmü? Qızın əyin başı cırılsa da onu buraxmıram, sürüyüb aparıram. Baxın, burada da qoca arvadın saçında tutub sürüyürəm. Görün necə ağlayır, yalvarır ki, buraxım, ancaq mən buraxmıram. Rafael öz qəhrəmanlıqlarını şərh etdikcə rəis də ona öz qiymətini verir. Görürəm, afərin. Ancaq belə, bu soyuzlara yerlərini bildirmək lazımdır. Yadında saxla, kimi də buraxası olsan, istefa bağıranların birini də buraxmayın. Bunlar ilanın başıdır. Bu başları əzmək lazımdır. Yuxarıların fərmanı belədir, unutma. İnsafən, rəis çox yaxşı adam idi. Rafaelin bunun bütün arzularına çatmasına həm şərait yaradırdı, həm də daha da irəli getmək üçün onu ruhlandırırdı. Rəis yüksəklərə dırmaşmağın bütün sirlərini Rafaelin qarşısında açır, ona hər şeyi bircə-bircə başa salırdı. Rafael də bu məktəbi iki pillə keçirdi. Qazanılmış nailiyyətlər göz qabağında idi. Şəhərin bir neçə yerində ən bahalı, ən görkəmli binalarda evlər, dənizin kənarında dənizlə birlikdə hasarlanmış böyük bir bağ sahəsi, içində də 4 mərtəbəli villa, bir dənə Hummer markalı ailə maşını, bir də özünün Toyota markalı 7 yerlik lüks maşını, xain qonşuların gözündən gizlədilən daha bir neçə bahalı maşın. Bunlar Rafaelin ancaq qanuni ailəsinə və bircəcik qızına aid olan varidatı idi ki, bu kişinin hələ bir də kənarda saxladığı bir başqa nigahsız arvadı da var idi. Rafael də öz kişi qüruru ilə bu qadının da bütün ehtiyaclarını, hələ ehtiyacları bir yana qalsın, bütün tələblərini də zamanla yerinə yetirmiş, ona da çox bahalı ev, maşın, ondan olan qeyri-qanuni oğluna da millətin gözünü çıxardan çox bahalı bir maşın da almışdı.
Hamısı da çəkdiyi zəhmətin nəticəsində başa gəlmişdi. Rafael anlayırdı ki, işdə bu cür can yandırdığı sürəcə bu zəhmət də öz bəhrəsini verəcək, bu varidat da aşıb daşacaq. Təbii ki, nə bu iki ailənin, nə də bu qızla oğlanın bir-birindən xəbəri yox idi. Rafael öz ustalığını bütün şərəfsiz işlərində nümayiş elətdirdiyi bacarığı ilə bu məsələni də elə düzüb qoşmuşdu ki, eyni şəhərdə yaşayan iki ailə hələ bir dəfə də olsun üz-üzə gəlməmişdi. Məşuqəsi Rafaelin bir ailəsi olduğunu bilirdi, ancaq qanuni arvadın bu məşuqə olayından, orada böyüməkdə olan bir oğlan uşağından qətiyyən xəbəri yox idi. Eyni şəhərdə Rafaelin təxminən eyni yaşda bir oğlu, bir qızı yaşamaqda idi. Lakin onlar bir-birinin varlığından belə bixəbər idilər. Rafael hər dəfə bunları yada salanda öz dahiliyinə özü də məətəl qalır, bu işləri belə ustalıqla yürüdə bildiyi üçün özü ilə qürur duyurdu. Hər şey bu cür gözəl inkişaf edərkən, bəs Rafael harda səhv buraxmışdı? Necə olmuşdu ki, bütün bu varidat, nağla bənzər həyat bir anda yerlə yeksan oldu? Necə oldu ki, o boyda təşkilatın alay komandiri bir gün bu kameraya başdan xarab İsrafilin qapazı altına düşdü? Rafael növbəti dəfə bu suallara cavab axtarır, hər dəfə də eyni nöqtədə ilişib qalırdı. O nöqtədə ki, rəislə ikilikdə aparılan məzəmmət dolu söhbətlərində Rafael nə qədər ərk edib rəisə əvvəlki kimi güvənmək istərdisə də, rəis onu kəskin surətdə danlayır, özünə yaxın buraxmır, bugünə qədər tutduğu hər işdə başına gələnlərin hamısında yalnız onun özünü günahlandırırdı. Demək belə, hə, Rafael, sən demə, mən səni heç tanımamışam ki, sən nə qədər xain bir adam imişsən, sən mənim arxamda bu qədər iş görmüsən, mənim də bunlardan xəbərim olmayıb. Bəs sən düşünmürdün ki, bir gün bu işlərin üstü açılacaq? Belə qudurmuşdun ki, evin evlər, maşının maşınlar, arvadın da arvadlar olmuşdu. Sən bilirsənmi bugün nəyin cəzasını çəkirsən? Özbaşınalığının, qudurğanlığının, tamahkirliyinin. Sən özünü nə hesab eləyirdin? Sən məyər Sultan Süleyman idin ki, hər məhəllədə də bir arvadın olaydı? Məşuqə saxlamaq sənin harana yaraşırdı? Yaxşı, deyək ki, kişinin belə bir gizli işi ola bilər. Bəs o uşaq məsələsi nə idi? Adam da məşuqəsindən övlad doğulmasına imkan verər. Sənin ağlın harda idi? Hər kəs sənin kimi getdiyi yerdə o boyda iz buraxmağa qalxsaydı, onda gərək Bakıdakı uşaqların yarısı mənim övladım olaydı ki, bu da heç ağlına gəlmədi. Doğrudan da ağlına gəlməmişdi. Hətta bu duruma ürəyində həmişə sevinmişdi ki, bir evdə bir qızı, başqa evdə də bir oğlu böyüməkdədir. Sevinç ağlını elə almışdı ki, hətta eyni ildə bu iki övladın ikisini də mötəbər bir universitetin, mötəbər bir fakültəsini düzəldəndə də ürəyinə heç nə gəlməmiş, bu məsələdə bir şeytanın rol oynamağa başladığını anlamamışdı. Bu mənada rəis ona bağıranda Rafael uşaq kimi boynunu büküb gözünü döydü. Nə biləydi ki, işlər bu qədər dolaşacaq. Rəis ilk dəfə elə əsəbləşmişdi ki, ağzından od püskürürdü. Ay ağılsız adam, bir-birini görməyən, tanımayan iki övladını eyni ildə, eyni universitetin eyni fakültəsinə düzəltmək nə demək idi? Bəs sən bilmirsən ki, indiki tələbələr ali məktəblərə ancaq min bir hoqqadan çıxmağa, nəşə çəkməyə, sevişməyə, oynaşmağa yığışırlar. Bədbəxt oğlu, indiki zamanda dərs oxuyan var. Bu da bir yana qalsın, Hələ sən mənə başa sal görüm, onları bir yerə nə fikirlə yığmışdın? Məqsədin nə idi? Akşi, sənin ağlın harda idi? Bu addımı atanda nə düşünmüşdün? Belə də şey eləyərlərmi? Yaxşı, eləmişdin. Barı o gün onları tanış eləyəydin. Barı biləydilər ki, bacı qardaşdırlar. Bəlkə onda bu rüsvayçılığı da baş verməzdi. Gerçi narkomanlar üçün nə bacı, nə qardaş. Tövbə. Rafaeli soyuq tər bastı. Cənab rəis, vallah mənim pis bir fikrim yox idi. Evdə arvad əlini belinə qoyub sifariş elədi ki, hamının gül balası orada oxuyur, sən də qızımızı ora düzəlt. Həmişə onunla qəşən məşuqəm də bu tərəfdən dirəndi ki, iki dünya bir ola, mənim oğlum da həmin fakültədə oxumalıdır. Əgər sən yaxşı atasansa, ayrı seçilik eləməməlisən. İki övladına da eyni qayğını göstərməlisən. Vəssalam, səbəb yalnız bu idi. Mən də ərkim çatan dostlara ağız açmışkən, ikisinin də məsələsini eyni anda həll elədim. Tərs kimi ikisi də bir qrupa düşdülər. Vallah mənim ağlıma pis bir şey gəlmədi.
Mən yalnız atalıq borcumu yerinə yetirdim. Atalıq borcunu, yerinə yetirdin atalıq borcunu. Kül dünyanın başına ki, sən öz atalıq borcunu bu cür yerinə yetirdin. Bu hadisə bütün ataların başını yerə soxdu. Alnına bir şərəfsizlik damğası vurdu. Mən bir şeyi anlaya bilmirəm. Necə ola bilər ki, hər ikisi 20 yaşına çatmış bacı ilə qardaşı sən bugünə kimi tanış eləməyəsən ki, bu gün də başına bu qədər şərəfsiz, namussuz bir məsələ gəlməyəydi. Necə ola bilər? Rafael həmişə sinəsini irəli verərək rəisin burnunun dibində oturduğu bir kabinetdə bu dəfə qapının ağzındakı ən uzaq stulda yetim kimi büzüşərək oturmuş, burnunu çəkə-çəkə bugün özünün də tanıya bilmədiyi bu insafsız adamın suallarına cavab axtarırdı. Cənab rəis, qorxudan, vallah qorxudan qadınlar başıma elə oyun açardılar ki, kəs səsini, bundan böyük oyun olar. Qızından soruşublar ki, bu oğlan nəyindir? Deyib ki, sevgilimdir. Bütün qəzetlər bundan yazır. YouTube'da qızının dedikləri, oğlunla qızının sərxoş keyfli halı 24 saat nümayiş edilir. Hər iki övladın üstəlik də narkoman imiş. O gün o qəzanı törədərək 2 nəfərin ölümünə səbəb olduqları gün hər ikisi həm sərxoş imiş, həm də narkotik maddə qəbul ediblərmiş. Bilirsən bütün bunlar nə deməkdir? Bu boyda respublikada bugünə kimi görünməmiş bir fəlakət baş verib. Bu rüsvayçılıq indiyə qədər görünməmiş bir hadisə kimi bütün respublikanı çalxalayıb. Sənin adınla bağlı bu rüsvayçılıq həm də bizim bu boyda təşkilatımızın adını batırır. Mən indi başıma haranın daşını töküm. Yox, belə olmaz. Mən bir tədbir görməli, sənin bulaşdığın bu şərəfsizlikdən təşkilatımızı necəsə qurtarmalıyam. Sən özünün biabırçı ailə durumunla daha bizim sıralarımızda qala bilməzsən. Bu öz yerində. Ancaq bu bəs edəcəkmi bilmirəm. Qısası, sən bugündən etibarən işdən qovulursan. Elə bugün şələklərini yığışdır, çıx get. Hara gedim, cənab rəis? Cəhənnəmin dibinə. Rafael hələ də başına gələnlərə inana bilmirdi. Ancaq ağlı hələ ki başında idi deyə yadda saldığı hadisələrin doğrudan da baş vermiş olduğuna özünü zorla da olsa inandıra bilirdi. İki insanın ölümünə səbəb olmuş bir qəzada onun hər iki övladının adı keçirdi ki, bu da başlı başına bir müsibət olmalıydı. Fəqət övladları ilə görüşə getmək üçün min bir əziyyətdən sonra onların görüşünə gedəndə onlar ikisi də bir ağızdan papa deyib onun üstünə cumanda Rafael anladı ki, o artıq cəhənnəmdədir. Bundan sonra baş verənlərin hamısı onu cəhənnəm atəşi kimi yandıracaq, o isə heç nə edə bilməyəcək. Deyilənə görə aralarında sevgi yaşayan oğlu ilə qızının bir ağızdan papa deməsi, bu kəlmədən sonra onların dəhşət içində dönüb bir-birinə baxması Rafaelin gördüyü ən qorxunc bir mənzərə idi. Sonraki mənzərə dəhşəti baxımından daha qorxunc olsa da, Rafaelin içindəki başqa bir qorxu buna bənzər hadisələrin silsilə halında gələcəyini xəbər verir, irəlidə Rafaelin bu ağrılara dözüm göstərməsi üçün onun bütün hisslərini bəri başdan dondururdu. Belə qorxunc hadisələrin şokundan ya olan qalan ağıllarını da büsbütün itirmiş, ya da beyinlərini kütləşdirilmiş sərxoşluqdan bir qəfil ayılmış, bu səbəblə də rəngli ruhları qaçmış iki gəncin sonraki addımı burada olan hər kəs üçün gözlənilməz oldu. Oğlan bir qəfil atasının yaxasından yapışıb onu sorğuya çəkərkən, qız qaçıb pəncərəni açdı, 4-cü mərtəbədə olduğunun fərqinə varmadan özünü pəncərədən aşağı atdı. Ani baş verdiyi üçün özlərini itirmiş, bu yüzdən də nə edəcəklərini bilməyən polis işçilərindən kimisi aşağı qaçdı, kimisi pəncərədən aşağı baxdı və bu an qızının bu şəkildə intihar etdiyini öz gözləri ilə görən ana necə havalandısa, bir qəfil əl atıb Rafaelin belindən onun şəxsi silahını çəkdi, qızının həm rüsvay olmasına, həm də intihar etməsinə səbəb olan bu bicbala oğlanı bir göz qırpımında vurdu. Gözünü yumdu, tətiyi çəkdi, nə qədər güllə vardısa, hamısını qızının ölümünə səbəb olmuş gəncin bədəninə boşaltdı. Bu hadisə respublikada böyük səs-küyə səbəb oldu. Çünki respublikada bugünə kimi bu qədər iyrənc, bu qədər eybəcər, bu qədər dəhşətli bir faciə görünməmişdi. Bir neçə gün əvvəl adları ölümlə nəticələnən bir qəza ilə, sonrasında da namussuz bir skandalla dillərə düşmüş iki gənc
Əslində eyni atadan olan bacı-qardaş olduqları halda eyni gündə biri intihara, biri də qətlə qurban getdi. Əvvəlcə Rafaelin arvadını həbs elədilər. Arvadının məhkəməsində övladlarının öldürülməsinin başlıca səbəbi kimi Rafaeli günahlandıran məşuqə də söz aldı. Rafaeli ən ağır cəzaya çatdırmaq məqsədi ilə onun bütün qanunsuz işlərini açıb döydü, onun ən çirkin əməllərini faktlarla sübuta yetirdi. Bu məhkəmədən çıxan qərar da Rafaelin nağla bənzər həyatının son nöqtəsini qoydu. Onun bütün mal varlığını, bu illər ərzində topladığı varidatının tamamını müsadirə elədilər. Özünü də ömürlük həbs qəti imkanı cəzasına çatdırdılar. Rafael çox vicdansız bir adam idi. O özü üçün qurduğu zəngin həyatı da, aldığı bu yüksək cəzanı da elə vicdansız olduğu üçün almışdı. Ancaq Rafael öz vicdansız mənliyi ilə bugün nə oğlunu, nə qızını, nə illərlə həbs yatmalı olacaq arvadını, nə də yaralı heyvan kimi azadlıqda qalsa da ağlını itirmiş məşuqəsini düşünəcək halda deyildi. O bugün onu gündə bir dəfə al qanına boyayan İsrafilin amansız cəzasına dözmək barədə düşünürdü. O cəzaya dözməyin ən gözəl yolu sinəsində bir şöhrət ordeni daşımaq olacaqdı ki, o ordenin müqabilində Rafael hələ daha necə belə ağır cəzalara sinə gələ bilərdi. Çox heyif ki, o bu ordeni ala bilmədi. Bu, Rafael üçün ən dözülməz ağrı idi. Rafael başına gələnlərdən sonra anladı ki, onun özü kimi eyni yolu gedən, eyni işləri, eyni canfəşarlıqla görən məsləkdaşları əslində cəmiyyətin ən güvənilməz, ən dönük insanları imiş. Belə olmasaydı, yaxşı günlərin, kef məclislərinin, qazanc bölüşdürmə anlarının ortağı olmuş onun kimi simasız, neçə-neçə pullu Spartaklar, Ruslanlar, Albertlər, Aleksandrlar, Engelslər ona ən çətin günündə yardım edərdi. Ən uzadardılar, ən yaxşı fəkirlər tutub, bu boyda müsibətdən sonra heç olmasa onun özünü qurtarardılar. Qurtarmasalar da heç olmasa nisbətən az iş verdirərdilər. Halbuki eyni ilə onun kimi yaşayan, ailələrində kənarda da hansısa Elzalara, Susannalara, Ellaralara, Marietlərə ən yüksək həyatı yaşadan iş yoldaşları hamısı bir nəfər kimi ondan üz döndərdilər. Ona yardım eləməyə heç cəhd də göstərmədilər. Onun ömürlük iş almasına susqun qaldılar. Rafael düşünürdü ki, əslində ömürlük onun nəyinə gərək idi. İsrafilin buradan çıxmağına 10 il qalırdı. Elə bu 10 ildə bəs edərdi ki, İsrafilin göstərdiyi canfəşanlığı sayəsində Rafael də tezliklə ölüb getsin. Bu düşüncələrdə Rafaeli dost adlandırdığı insanların satqınlığı yandırırdı. Rafaeli iki övladın bir gündə itirilmiş olması yandırırdı. Rafaeli arvadının bundan sonra həbsdə ömrünü başa vuracağı yandırırdı. Evinin, malının, mülkünün müsadirə edilməsi yandırırdı. O cür yüksək rütbəni itirməsi, zəhmətinin boşa getməsi yandırırdı. Ancaq bir şey də vardı ki, Rafaeli hər şeydən çox yandırırdı. Bu da Rafaelin şöhrət ordeni adı ala bilməməsi idi. Doğrudur, məhkəmədə Rafael özünü təmizə çıxartmaq məqsədi ilə öz xidmətlərini sadaladıqda onu da ağzından qaçırtmışdı ki, mənim xidmətlərimi insafla bir yerə toplayan olsaydı, mənə gərək şöhrət ordeni verəydilər. Onun elə bu sözü də rəisə od qoymuş, onsuz da artıq gözdən çıxartdığı Rafaelin yerlə yeksan etməyə çalışan rəis bu sözə bu şəkildə üsyan eləmişdi. Ayə Rafael, sən nə abırsız insansan? Ayə, sən özünü nə hesab eləyirsən? Ayə, sən kimsən ki, sənə hələ bir şöhrət ordeni də verəydilər? Nazirsən, kimsən? Ayə, hələ səndən yuxarıda mən varam ki, illərlə o ordeni almaq ürəyimdən keçsə də, bu günə kimi də səsimi çıxartmadım. Çünki ağıl var, məntiq var da. Mən də görürəm ki, bu şöhrət ordenini alacaq insanlar ancaq nazirlərdir. Bu ordeni nazirlərə verirlər. Bizim əməyimizin dövlətə sədaqətlə xidmətimizin mükafatı kimi hər nazirlikdə ancaq nazir alır da bu ordeni. İndi sən durub burada utanmaz özünü nazirlərə tay tutursan, hələ bir bu ordenin də adını ağzına ala bilirsən. Yaxşı ki, belə bir şey olmayıb. Yoxsa indi o yüksək mükafat da sənin evini, ailəni basmış çirkəbə bulaşacaqdı. Sən ən yaxşısı get cəzanı çək. Bəlkə bu çirkəbdən təmizlənə bildin. Bunun üçün ömürlük cəza da azdır, məncə. Bax, belə.
Yıxılana balta çalan çox olar, belə yerdə deyiblərmiş. Yer üzündə Rafael kimi günahkar insanlar az deyil. Belələri törətdikləri günahlarda həddi aşanda unudurlar ki, bəzi günahlar özləri ilə o günahın cəzasını da gətirmiş olur. Günah var ki, hələ bu dünyadaykən cəzasına çatdırılır, günah da var ki, cəzası qiyamətə qalır. Odur ki, ən ağır cəzalar hələ irəlidə idi. Hələ axirətdə Rafaelin yolunu gözləyirdi. Rafael yıxılmışdı, həm də çox yüksəkdən yıxılmışdı, həm də çox pis yıxılmışdı. Bütün bədəni əzilmiş, bütün əzaları şilküt olmuşdu. Hər şeyini itirmişdi. Ömrünün də qalanını bu təcridxanada İsrafil olsa İsrafilin, olmasa da başqa bir qansızın təpiyinin altında keçirdəcəkdi. Bunların hamısı onu yandırıb yaxırdı. Ancaq onu ən çox yandırıb yaxan yenə də ancaq bir məsələ idi. Yolunda ömrünü qoyduğu, lakin yenə də ala bilmədiyi şöhrət ordeni. Rafaelə görə belə bir orden üçün bütün bu başına gələnləri çəkməyə dəyərdi. O özü də qəbul edirdi ki, heyf o çəkilən zəhmətə, heyf o tələf olan uşaqlara, heyf o dağılan ailəyə, müsadirə olan mala, mülkə. Ancaq onun qəbul edə bilmədiyi bir şey də var idi ki, bu da daha vacib idi. Heyif o ala bilmədiyi şöhrət ordeninə. Bari bircə o ordeni almış olsaydı, hər şeyə dözərdi. Doğrudur, o ordeni almış olması bəlkə də İsrafili biraz da dəliyə döndərəcəkdi. Bəlkə də daha möhkəm döyülməsinə səbəb olacaqdı. Bəlkə İsrafil məhz şöhrət ordeninin şəninə bir gündə ikinci bir döyülmə proseduru da icad edəcəkdi. Ancaq Rafael bütün bunlara dözməyə razı idi. Rafael düşünürdü ki, əgər belə olsaydı, o da hər döyülmə prosedurundan sonra ağzından axan qanı silə-silə İsrafil eşitməsin deyə səsini qısaraq deyərdi. Bəs siz necə bilmişdiniz? Şərəf ordenini almaq məyər hər kişinin işidir? Görün o nişanı kimlər daşıyır? Nazirlər, bir də mən. Zarafat deyil, o nişanı bizim döşümüzə dövlət başçısı özü taxıb, özü. Rafaelin bütün arzusu, istəyi olan şöhrət ordeni xəyalı onun bu ağrılı anlarında yarasına basılan düz əvəzi idi. Çünki Rafaelə görə başına gələn bütün bu müsibətlərin içində ən dözülməzi mümkün olmayan ağrı məhz bu idi. O arzuya çata bilməmək, həbsə düşəcəksə də ailəsini, övladlarını, evini, malını, mülkünü, vəzifəsini itirəcəkdisə də, gündə lap elə 2 dəfə döyülüb alqana bulanacaqdısa da, heç olmasa döşündə bir şöhrət ordeni olacaqdı. Öz millətinin qanını içən nazirlərin qürurla daşıdığı, Rafaelin isə bir ömür boyu xəyalını qurduğu şöhrət ordeni. Son. İnşallah növbəti 27-ci kitabda görüşmək ümidi ilə Allaha əmanət olun.